videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Bolt şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb. Milli AS xəbər verir ki, məsələ ilə bağlı unikal açıqlama verən sürücünün qohumu Allahverdi Xanəliyev hadisənin baş vermə səbəbini açıqlayıb. Anar Nəcəfov yaşlı və xəstə adamdır, imkansızlıqdan taksi sürməyə başlamışdı. Cəmi 1-2 gün idi ki, taksidə işləyirdi. Maşın şirkətə məxsus olub. Avtomobili idarə edən zaman onu qıcolma tutub ayağı qazda qalıb. Bu səbəbdən də qəza törədib. Onun hər iki ayağı sınıb. Borclarını qaytara bilməməsi səbəbindən məhkəmənin qərarı ilə Anar Nəcəfovun ayağına Bakı şəhərini tərk etməməsinə görə elektron qolbaq taxılmışdı, deyə o qeyd edib. Xatırladaq ki, qəzada xəsarət alan sürücü Anar Nəcəfov və sərnişin Sabunçu tibb mərkəzinə hospitalizasiya olunub.